Şəklə əsasən B və A təpələrindəki xarici bucaqların fərqinin modulunu tapın. A təpəsindəki xarici bucağı tapmaq üçün xarici bucaqla daxili bucaq birlikdə qonşu bucaqlar olduğu üçün cəmi 180 dərəcədir. 180-dən əgər 50-ni çıxsaq 130 dərəcə alarıq. Həmçinin 3 dənə xarici bucağın cəmi 360 dərəcə eləməlidir. Yəni iki üsulla birinci xarici bucaqların cəmi 360 dərəcə olmasına istifadə edərək 360 dərəcə çıxılsın 130 üstə gəlinsin 119 dərəcə bərabərdir 360 dərəcə çıxılsın 249 dərəcə. Cavab olacaq deməli 1, 5-dən 4, 1, 1, 111 dərəcə. Deməli xarici bucaq B təpəsindəki 111 dərəcə olar. Və buradan 111 dərəcə ilə 130 dərəcənin fərqi bizə lazımdır. 130 çıxılsın 111 dərəcə bərabərdir 19 dərəcə. Deməli, bir bucağımız 19 dərəcədir. İkinci üsulumuz isə xarici bucağın xassəsinə əsasən üç bucağın xarici bucağı ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Yəni 50 dərəcə ilə digər bucağımıza bir beta desək, 50 dərəcə ilə betanın cəmi bərabər olmalıdır 119 dərəcəyə. Buradan beta bərabərdir 119-dan 50 dərəcəni çıxsaq 69 dərəcə alınır. 69 dərəcə ilə daxili bucağın qonşusu isə 111 dərəcə olacaqdır. Yenə 180 çıxılsın 69 bərabərdir 111 dərəcə ala bilər. Yenə də 130-dan 111-ə çıxsaq 19 dərəcə ala bilər. Yəni hər iki üsulla yaza biləriz.